Ad gününü evdə keçirməyi sevirsiniz, yoxsa hansısa bir restoranda ailəvi şəkildə oturub yeyib içməyimi? Rəy bölməsinə yazarsınız. Hər il özümə söz versəm də ki, artıq fisyo, çox yoruluram, hər yer bulaşır, sonra heç süfrə arxasında oturub düzgün deyib gülə bilmirəm desəm də, amma ki, yenə həmən günlərdən birindəyik və bugün yoldaşımın ad günüdür. Bəli, həmən şəxsin bugün ad günüdür. Və əlavə vloglarımız gələcək yoldaşımla bir yerdə. Bunların hamısına xəbərdar olmaq istəyirsinizsə, mütləq səhifəmə takib atın. Qızlar, bu arada 30.000 eləyək lütfən. Deməli qızlar, dünəndən yaman özümə əl qatmışam. Kodiş üçün bütün hər şeyin ən yaxşısını eləməyə çalışıram. Çünki o bizim üçün hər şeyin həmişə ən yaxşısını edir. Və onun ən sevdiyi yeməkləri hazırlamışam. Aş, qaralı aş, belə deyim. Stolishni salat, yəni paytaxt salatı. Bir də ki, yarpaq dolması, tənək dolması, qara dolma. İndi siz nə deyirsinizsə. Bunların hamısını edərkən isə mamam sağ olsun ki, Miraya baxıbdı. Mamam da bu arada buradadır. Sevimli kürəkənin ad günü olduğu üçün bir dənə kürəkəni var. Və bunların hamısını etdim, bitirdim, qablarımı da yudum. Sizlərə axşama başqa bir vlog hazırlayacağım qızlar. Çox sevəcəksiniz inşallah. Belə bəyənib takib atmağı unutmayın. Çox xahiş edirəm. Bu ara dəstəyinizə çox ehtiyacım var. Xanım birliyinə çox ehtiyacım var həqiqətən. Nəysə, mətbəxi yığışdırdım, bitirdim. Yeməklərim də hazır. Gedirəm evləri təmizləyib sizə yeni başqa bir vlog hazırlamağa, tamamilə başqa bir vlog.